çiçəkli bitkidə normal ontogenez zamanı diploid, haploid, həm də triploid xromosom dəstinə malik hüceyrələrə rast gəlinərsə, onda onun haqqında nəyi söyləmək olar? Deməli, həm haploid xromosom var, həm diploid xromosom var, həm də triploid vardı. Yəni üçü də vardı, qarışıq yazılıb amma. Və burada nəyi söyləmək olar? Bu bitkinin çiçəklərində həm tozluq dənəsi, həm də yumurta hüceyri əmələ gəlir. Əgər çiçəklərdə həm tozluq dənəsi, həm də yumurta hüceyri yaranırsa, bu iki evli bitki olmaz axı. Ona görə də bu şərt ödəmir. Bu düz deyil. Bir, düz deyil. Bu bitkinin çiçəklərinin mayalama prosesində bilavasitə 4 hüceyri iştirak edir. Bu ola bilər. Mayalamada 4 hüceyri iştirak edir çiçəklərdə. Yəni bu dişi çiçəkdir. Deyək ki, ola bilər. Dişi çiçəkdə 4 hüceyri iştirak edirdi mayalanmada. Biri yumurta hüceyrədir. Yumurta hüceyrə. Biri mərkəzi hüceyrədir. 2 dənə də sperm vardı və burada bilirsiniz ki, triploid endosperm rast gəlinir. Bu düzgün cavabdır 2. Sonra bu bitki öz-özünə tozlanır. Tamam, 3-ə baxaq, öz-özünə tozlandığı necə olmaz? Çünki ikievli bitkidir. İkievli bitki öz-özünə tozlana bilməz. Bu bitki ontogenez dövründə 3 növ generativ orqana malikdir. 3 növ generativ orqan deyir, yəni həm çiçəyi vardı, həm meyvəsi vardı, həm də toxumu vardı. Bəli, elə o triploid endosperm və toxumun içində olurdu da. Ona görə də bu düzgün cavabdır ki, dişi çiçək kimi götürə bilərdik biz bunu. Düzgün cavab 2 və 4 olacaqdır.